Ana, sen bu ad günündə də dinc durma. Mən bara day şok oldum ha. Mənə videoların gəlir, mənə nələr gəlir. Mən day televizoru açdım, baxdım, qanım dondu bədənimdə. Qanım dondu. Mən yerimdə dardı. Sən tam zəng eləyə bilmirəm. Bax bir dənə bu telefona sənə video göndərirəm. Gör sən bunu necə eləyə bilərsən sən? Sən necə sən ad günündür bu günləri? Sən bu ad günün bundan mı yadda qalasaydın? Mənə Sen ne olur be? Ağlıyorsan, ağlaya esas göndersen bana. Ne olur be? Burada pürçüm al günü. Ne olur açıkla da bana gör ne olur. Ne okşuyorsun kendine? Gel sen asıldın benim canımsın. Kendini Azrail olarak tanıtan bir dolandırıcı vaktin doldu ama istersen pazarlık yapabiliriz diyerek yaşlı bir adamı 150.000 TL dolandırdı. WhatsApp'tan aradı. Ben Azrail'im insanoğlu 100.000 TL vermezsen canını alacağım dedi. Ben de verdim. Ama ilk başta 150.000 lira demiştiniz. 50.000'ini de avradın canını alsın diye ben verdim. sənə bir şey göndərirəm. Hələ bir dənə buna bax hələ. Ay bir sənə başa düşmədim. Nədir bu iç nə deyir? Mən Əzrailəm, pul almışam kimdən? Açım içinin başına. Mən Əzrailə oxşayıram. Bir baxma, biraz oxşayıram onu. O arvaddır, ne it, o kişidir, nədir onu oxşayıram. Külü bunun başına. Mən Əzrailə oxşayıram. Mən kimdən pul alaram? Bir dənə bu qalmışdı mənim adıma çıxartmaq Əzrailə oxşayıram. Mən nə rüsvay oldum mənə. Ana, sənin bax hələ şəklin deyə sənə oxşamır. Demisən ki, kişiyə mən Əzraildən pul ver, yox canımı alacağam. Yazıq kişi də türk olub, bilməyib. Götürüb sənə pul atıb, kartıma pul attırmısan. Sən əldən gəlsən kartıma pul attırmayacaqsın. Bu kişini xamlamısan, pul attırmısan. Üstəlik kişi artıq da verib, 50.000 artıq da verib ki sənə, arvadımın da canını al. Nə deyirəm? Kartıma pul gəldi 50 manat. Mənim ad günümdə kim kimsə pul atdı kartıma. Mən harda belə bu kişi mənə pul atıb, arvadımla canlı mən don ala bilirəm. Kül kişi başıma. Mən harda demişəm, harda Əzrailəm. Mənə pul atın, gəlin can alım. Mənim elə bir şeyim yoxdur mənim. Sən orada bir dənə bax, mənə cavab ver. Danış onlarla gör bir nə bəladır düşdü mənim başıma. Bu ad günümdə yaxşı şey mənə tapmaz. Hadi pis şey var, çıxar onların qabağına. Allahın olsun. Bu təsrifatdır nədir ondan deyə. Bəlkə mən harda deportasiyaya eləyirlər. Nədir, nə bəlaya düşdüm? Deportasiyaya eləyirlər məni. Təhribatdır, nə deyirlər ondan. Oy dədəm, mən də Türkiyə gedə bilmərəm, hə? Çürün mənim başıma. Yaxşı şey taparmaz mı? Tapmaz. Nə şey deyirsən, sən deportasiyada? Türkiyədə sən deportasiyada. Sən bu kişi ilə hardan tanışdığın var? Sənin ömrün bu kişidə nə edirsən? Xəbərləri çıxmısan Türkiyə xəbərlərinə. Xəbərin var, bax hələ səndən danışırlar, deyir ki, bu təxribat eləyirlər. Sən kim təxribat eləyəcək? Sən fakt bu kişidə sənin ömrün var, sənin o kişi sənə şey eləyib də xəbərlərə verib sənə, şəkilini də göndərib. Qıza sən başını işləyir. Mən bu kişini tanısam əgər, mən burada deyirəm müəlliməm, həkiməm, nəyəm? Niyə deyim Əzrailəm? Bəyabır adlar qoyum özümə. Yaxşı ad qoyardım özümü. Bir tərəflə desinlər ki, burada nə yaxşıdır bu? Yox, qaldım Əzrail oldum. Əzrailə oxşayıram mən. Mən başımı qoyublar ora. O mənim bədənim, köynəyim ondandır, amma sonra səndə günah yoxdur. Mənim başım həmişə cavanlıqda ilə puxa gedib, bu deyir, axırım. Belədir hələ. Yəni adyumda bir dənə puxa düşəydim, bu da düşdüm. İndi Vest, Lənkəran, Bakı, Şəki, ora, bura hamı deyər ki, sonra Əzrail olub. Adımın üstünə ad qoydular mənimə, xəbərlərlə çıxdım. Aləm baxar tanıyar, baraba da Əzrailim, ki, xəbərimiz yoxdur. Ki, üstənin kişi başı, o kişi it oğlu it. Mən hal-hazırda Azərbaycan telekanalındayam, orada canlı yayımdayam. Sənin səsini çölə verirəm. Orada şey elə, zəhmət olmasa bir dənə özünü təmizə çıxart. Denən ki, mən Əzrail olaraq deməmişəm, eləməmişəm. Başını işləyir. Sən kanala çıxmışsan, mən o kanalda deyim, indi 5 nəfər bilir, 15 nəfər bilsin. Mən kanala çıxıb deyəmərəm, Əzrail döyürəm. Dəlisən sən. Olsun, mən də lap dəliləcə püskünə qoydum məni, bəsdilə, mi yıxdılar. Səsimi şey eləməyib, bir dənə çıx, mən səni çıxardıram, deyirəm ki, Əzrail döyürəm, mən Əzrail adından pul almamışam. Alsaydım başqa adlarla alardım. Sən başlasan, mən yaxşı şeydirsən, deyirən Əzrail deyirən, başqa adlarla alardım pul. Mənim işimin üstə iş gətirsən biyaza. Mən niyə başqa adlarla pul alım cəmaatdan? Nə oldum, nə iş deyirəm mən? Mən orada əmələ başı pul girmişəm ki, ondan bunu yığıram, Əzrail oluram, da aləmin nə pox işlər var, məndə də hamısı. Mənə yaxşı görə gəlir. Mənim adımı içəri çəkinmə, qutar, telefonu söndürürəm, yerlə deyirəm, mənə heç bir köpək oğlu, köpək. Qaçmaqla bir şey olmayacaq, mən kanaldayam deyirəm sənə. Qaçmaqla bir şey olmayacaq. Sən cəzibə verirəm, sonra deyirəm ki, Əzrail döyürəm mən. Hə, yaxşı. Neynim, əvvəl salam verir. Hə, yaxşı. Salam aleyküm, əziz tamaşaçılar. Mən Əzrail döyürəm. Mənim adımı çıxadıblar. O kişini püskünə qalsın. Valla bələdçi haqqı nə inansız ona and içirəm. Mən Əzrail döyürəm. Mən adım Sonadır. Mən Bakıda yaşayıram. Hansı köpək oğlu məni verib belə düzəldib, bilmirəm. Onun tapın, cəzasını verin. Yaxşı, sağ olun. Məndə günah yoxdur. Mən günahkar deyirəm. Cındır, yaxşı dedim. Səsim gəldi ora. Biabır oldum. Yaxşı, sağ ol. Mən telefonu söndürürəm, də mənə zəmbura beləmə. O telefon zəng çalanda mənim ürəyim zıqqıldayır.
Ana, yaxşı dedin bir şey dedin, səsin biraz yavaş çıxır. Mən sənə indi bir dənə sual verəcəm, ona cavab verərsən. Bu hadisələrin gedişatı ilə bağlı, sizin Əzrail olub olmadığınızla bağlı, xalqın kişilərini, türk kişilərini, ələl xüsusda pulla bağlı, siz, Sona xanım Mikailova, Şükürova, siz bu işdə gördüyünüzü ya da görmədiyinizi deyə bilərsinizmi? Siz deyə bilərsiniz ki, cəmaata zəng etməyib, həmin kişi də sizin nömrəniz dəqiq yoxdurmu? Bəlkə var. Keç oğlun kızı sen. Böyle söz düzdün burada dinlendirin. Diyeyim ben. Onlar böyle söz yazımı takıp diyebilirim. Kıza ben Azrail diyorum. Azrail diyorum. Basına. Yaxşı əsəbləşmə ana, yaxşı doğulmusan, yaxşı ki varsan. Sən olmasaydı mən də olmazdı. Mən olmasaydı mənim iki qızım da olmazdı. Yaxşı ki varam ana, yaxşı ki dünyaya göz açmışam. Nə yaxşı ki məni dünyaya gətirmisən, həyatda yaşayıram, sayında yaşayıram. İlk döyülməyi, söyülməyi səndən eşitmişəm ana. İlk ağır söyüşləri səndən eşitmişəm. İlk təhqirimi səndən eşitmişəm ana. Məni döysün də, söysün də, nə yaxşı ki məni dünyaya gətirmisən. O qapazların olmasaydı bəlkə mən belə bu günləri belə ağıllı olmazdım. O söyüşləri eşitməsəydim bu günləri mənim yaxşı dil qabiliyyətim olmazdı ana. Yaxşı ki o söyüşlər, o təhqirlər, o döyülmələr olub ki, bu günləri mən də yaşayıram. Söz senin başı var. Ben de sana bir tane yakışı söz. Sen bana alcım terbiyesi edin. Özü təriflədin. Hə? Ben bundan ne başa düşüm? Ben təbrik edin yoksa özü təriflədin. Bağları ve kızlar. Yaxşıdır doğmuşam. Yaxşıdır ki kızım üçün senin başıma təbrikimin de başına. Hadi vızgır